Azərbaycan Respublikasında orta məktəblərdə hicabın qadağan olunmasına əhalinin münasibəti müxtəlifdir. Bu hal hətta azyaşlı qız uşaqlarına da müəyyən təsirlər göstərir. Onlar müxtəlif şəkildə, o cümlədən hicab haqqında şeirlər əzbərləməklə öz hisslərini bəyan edirlər. Bismillahirrahmanirrahim. Kadın azadlığı, kadın azadlığı, kadın ülfeti, zulmetten kurtuluş, saf ülviyeti, kadın hukuku, hem fezileti, kadın mektebinin banisi Zehra, heya ismet veren hicabıdır yegin, melek simasında necabıdır yegin, güzellik, temizlik hicabıdır yegin, zulmetten nur saçan Zehra el-eman, 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 Zehra el-eman. Parlak geleceğe giden Fatime, hicabı ihlasla seven Fatime, reca paklık yolunu geçen Fatime, ahlak tebliğ eden Zehra el-eman, 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 Zehra el-eman. Kadın hayatının örneği sensen, Gülistan'ın birce gönçesi sensen, hicab mektebinin zirvesi sensen, Aziz Mustafa Zehra el-eman, 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 Zehra el-eman. Ömrü boyu küfre boyun eğmerik, biz ölerik, elden icab vermerik. Ayeyi Kur'an'dan al bilmerik, biz ölerik, elden icab vermerik. Biz bu şuarı daim ezberlerik, biz ölerik, elden icab vermerik. Hüseynçiyik, ehli vətən pərverik, biz ölerik, elden icab vermerik. Hüseyn adın bu kalbiden silmerik, biz ölerik, elden icab vermerik. Hakkı diyen herkesi desteklerik, biz ölerik, elden icab vermerik. İmam zaman sənə sadiq əskərik, biz ölərik, əldən icab vermərik. Şam-ı səhər biz yolvu gözlərik, biz ölərik, əldən icab vermərik. Fatimənin, Yusifinin səslərik, biz ölərik, əldən icab vermərik. Bəhdi sərgərində duran kəslərik, biz ölərik, əldən icab vermərik. Bismillahirrahmanirrahim. Mən əzəldən Nuri Paki Müstəfanı sevmişəm, Şahimardan Şiriyazdan Mürtazanı sevmişəm. Yox mənim canımda qorxu atəşi nirani, Çün Həsən Hüseyn Ülkərbi balanı sevmişəm. Rəhrimadı cümlə möminlərə Seynir İbad, Bağuru Cəfər Musa Əli Yürüzan sevmişəm. Həm təqudur, həm nəqudur, həm imam-ı əskəri Eyfur-i Sidqilə sahib zamanı sevmişəm. Allahümme salli ala Muhammed və ali Muhammed. Səhər Beynəlxalq Televiziya kanalının müxbiri Bakı.